Salam əziz şagirdlər. Bugün 5-ci sinif təbiətindən hüceyrədən orqanizmə mövzusunun izahını verəcəm. Bu həm 5-ci siniflər üçündür, həm də ki 6-cı sinifdə bilirsiniz təbiətdən monitorinq olacaq. Onlar üçün bir təkrar olacaq bu izahımız. Hüceyrədən orqanizmə dedikdə nə nəzərdə tutulur? Bilin ki uşaqlar, necə ki bir ev tikiləndə kərpicdən başlanılır, sonra yavaş-yavaş üst-üstə qoyulur. Burada da görürsünüz şəkil tam şəkildə sizin üçün verilib. Təbii ki, insanda da elədir. Yəni insanda birinci, yəni ən xırda hüceyrəmizdir. Deyirsiniz ki, hüceyrələr birləşir, əmələ gətirir toxumanı. Toxuma birləşir, əmələ gətirir nəyi? Orqanı. Orqanlarımız birləşir, orqanlar deməli sistemini əmələ gətirir. Orqanlar sistemi də birləşir, orqanizmi əmələ gətirir deyirsiniz. Hüceyrə nədir? Hüceyrə canlının ən kiçik quruluş nəyidir uşaqlar? Vahididir. Vahidi. Düzdürmü? Ən kiçik quruluş vahidi. Yəni hər bir hüceyrənin müəyyən bir funksiyası var. Və funksiyası da var deyirik. Funksiyası var. Toxuma nədir? Toxuma eyni funksiyaları yerinə yetirən hüceyrələr qrupudur. Hüceyrələr qrupudur. Yəni hüceyrə qrupu toplanır. Eyni funksiyanı yerinə yetirən hüceyrələr və hüceyrə arası maddə bir yerdə toxumanı əmələ gətirir. Orqan isə toxumalar qrupudur. Toxumalar qrupu. Burada da eyni müxtəlif ola bilər, eyni də ola bilər. Toxumalar qrupu birləşir, orqan əmələ gətirir. Orqanlar sistemi isə müəyyən həyati prosesləri tənzimləmək üçün bir qrup yaranır. Burada da deyə bilərsiniz ki, orqanlar qrupu. Orqanlar qrupu. Təbii ki, sonda da orqanizm əmələ gətirir. Uşaqlar, orqanlar sistemində, yəni orqanlar qrupu deyəndə nə nəzərdə tutulur? Məsəl üçün, biz həzm sistemi deyəndə və yaxud da ki, tənəffüs sistemi deyəndə orada müəyyən orqanların adları çəkirik. Həmin o orqanlar digər sistemlərdə adını çəkə bilmirik. Yəni, konkret bir yol var. Məsələn, mən havanı burun boşluğundan alıram, nəfəs borumu oradan ağciyərlərə gedir. Yəni, konkret bir yol var. Və yaxud da həzm sistemində mən ağız boşluğum vasitəsilə ağzımla qidamı yeyirəm. Daha sonra qida borusunu ötürürəm. Daha sonra mədəyə, nazik bağırsağa, yoğun bağırsağa. Yəni, bunu biz gələcək dərslərimizdə indi deyəcəm. Yəni ki, hər bir şeyin konkret bir yolu var. Bu yolu müəyyənləşdirməkdən ötürü orqanlar müəyyən qədər, yəni bircə şəkildə işləyir. Biz də buna nə adlandırırıq? Orqanlar sistemi adlandırırıq. Orqanlar sistemi sizin dərsliyinizdə 7 dənə orqanlar sistemi verilmişdir. Bu orqanlar sistemi hansılardır? Baxın, görürsünüz burada qan dövranı, tənəffüs sistemi, ifrazat sistemi, həzm sistemi, əzələ sistemi, sümük sistemi və sinir sistemi. Gördüyünüz kimi. 7 dənə orqanlar sistemini siz 5-ci sinifdə öyrənirsiniz. Hər birinin də burada izahı verilib ümumi şəkildə. Baxaq, deyir qan dövranı sistemi qanın bədəndə hərəkətini təmin edir. Baxın, qan dövranı sistemi qanın bədəndə hərəkətini təmin edir. Yəni, bunun bir konkret işi var bu sistemin bədəndə qanı hərəkət etdirmək. Tənəffüs sistemi vasitəsilə ağciyərlərdə qazlar mübadiləsi baş verir. Yəni, sabah birisi gün sizə soruşanda ki, qazlar mübadiləsi harada baş verir, siz deməlisiniz ki, ağciyərdə. Çünki ağciyərin konkret işi qazlar mübadiləsində iştirak etməkdir. Hansısa bir orqanda mən qazlar mübadiləsi sözünü işlətmirəm. Əzələ sistemi. Əzələ sistemi sümüklərlə birgə bədən hərəkətini təmin edir deyirsiniz. Yəni, mənim sümüklərimi hərəkət etdirən nədir? Əzələlərdir. Həzm sistemi. Həzm sistemi deyir ki, həzm sistemi vasitəsilə qəbul edilən qida parçalandıqdan sonra qana sorulur. Yəni, mən yeməyimi yeyirəm,
qidamı qəbul edirəm, parçalanır və lazımlı maddələrim, vitaminlərim, zülalım, yağım, yəni lazımlı mənim üçün lazım olanlarım həmin o həzm sisteminin vasitəsilə qanıma sorulur. Sonra gəlir ifrazat sistemi. İfrazat sistemi qandakı tullantı maddələrini bədəndən xaric edir. Baxın nə deyir? Deyir, qandakı tullantı maddələrini bədəndən xaric edir. Sümük sistemi. Sümük sistemi bədənin dayağını təşkil etməklə yanaşı, ona forma və görünüş verir. Daxili orqanların da qorunmasında iştirak edir. Bəli. Məsələn, biz deyirik döş qəfəsi. Döş qəfəsi sümük sisteminə aiddir. Döş qəfəsi ürək və ağciyərləri qoruyur deyirik, düzdürmü? Və yaxud da bizim bədənimizə müəyyən bir forma verir, bizi hündür saxlayır, bizim yeriməyimiz üçün bizə dayaq funksiyası təşkil edir. Bunun hamısına sümük sistemi təmin edir. Sonra sinir sistemi. Sinir sistemi isə duyğu orqanları ilə qəbul edilən informasiyanı sinirlərin köməyi ilə toplayır, təhlil edir və orqanizmin bütün funksiyalarını tənzim edir. Zaten uşaqlar, bizim bütün işimiz sinir sistemi ilə əlaqədardır. Yəni mənim nəfəs alıb, nəfəs verməyim, danışmağım, düşünməyim hamısı sinir sisteminə aiddir. Mən əgər bir şeyə baxıramsa, onu analiz edə bilirəmsə, analiz etmə qabiliyyətim varsa və yaxud da mən sizə dərs izah etdiyim müddətdə mənim ürəyim işləyirsə, mən nəfəs alıb, nəfəs verə bilirəmsə, bunun hər birini idarə edən nədir? Bizim sinir sistemimizdir. Yəni, bu sizin kitabda, dərsinizdə verilən 7 sistemdir ki, bunları biz növbəli şəkildə daha aydın, daha xırdalığına qədər keçəcəyik, izahını verəcəm inşallah. Sonra gəlir bizim əsas orqanlarımız haradan yerləşir hissəsi. Ümumiyyətlə, uşaqlar, bədənimiz 3 hissəyə ayrılır. Baş, gövdə və ətraf hissələrinə ayrılır. Bax, burada da var. Baş, gövdə və ətraf hissələrinə ayrılır. Əsas orqanlarda baş və gövdə hissəsində yerləşir. Təbii ki, hissə olaraq deyəndə, yəni bədən hissəsi olaraq baş və gövdə hissəsində yerləşir. Amma boşluq da deyəndə bizdə neçə bədən boşluğu var? Yəni sizin dərsinizdə olan. Biz deyəcəyik ki, kəllə boşluğu, döş boşluğu və qarın boşluğu deyirik. Qarın boşluğu. Kəllə boşluğu, döş boşluğu, qarın boşluğu. Bunlardan döş boşluğu ilə qarın boşluğu gövdədə yerləşir uşaqlar, gövdədə. Kəllə boşluğu isə harda yerləşir? Başda yerləşir. Təbii ki, öz növbəsində kəllə boşluğunda beyin, döş boşluğumuzda ağciyər və ürək, qarın boşluğumuzda isə, məsəl üçün, mədən deyə bilərsiniz, böyrəklərimizi deyə bilərsiniz, bağırsaqlarımızı deyə bilərsiniz, qaraciyərimizi deyə bilərsiniz, yerləşir. Yəni, bu boşluqlarımızda əsas orqanlarımız yerləşir deyirsiniz. Bu günlük bu dərsimizin izahı bu qədərdir. Sizə izah etdikcə də buradakı yazıları, yəni dərslikdəki olan yazıları da təkrar edin, oxuyun. İnşallah gələn dəfə ikinci mövzumuz, yəni biz necə hərəkət edirik mövzusunun da izahını sizin üçün verəcəm.